İran-İsrail münaqişəsi qlobal bazarlarda qızılın qiymətinə təsirini göstərdi. Hər zaman olduğu kimi qeyri-sabitlik investorları ən etibarlı yatırım aləti olan qızıla yönəltdi. Buna görə əvvəlcə qızıl bahalaşsa da sonradan qiymət yenidən endi. Bəs ölkəmizdə qızıl bazarında vəziyyət necədir? Digər bir yandan Məhərrəm ayının başlaması tələbata necə təsirini göstərir? Əməkdaşlarımız mövzunu araşdırıblar. Gəlin izləyək. Həm Məhərrəm ayının başlaması, həm də qiymət artımı səbəbindən qızıla tələbat azalıb. Satıcılar deyirlər ki, toyların olmaması alıcıların sayına təsir edir. Məhərrəm ayına görə satışlar bayağı bir azalıb. Satış qiymətləri isə dəyişir. Qızıl arada çox qalxır, arada olur məsələn çox düşür. Yəni satışda ona təsir eləyir. Hal-hazırda bəs necədir? Hal-hazırda 110 manatdan 115 manatdan başlayır satış qiymətləri. O da mayası az olan modellər elə satılır. Son vaxtlar artım reallaşıb. Yəni 2 ay əvvəl qramı 100-110 manat satdığımız məhsulu indi 115, 120, 130 manata satırıq. Bir neçə ay əvvələ baxanda bəli yüksək idi. Yəni 10%-ə yaxın qalxış görünür. Təbii ki, qiymətlərin qalxmağı ilə bərabər bizim satışımıza təsir eləyir. Satış azalıb əvvəlkinə nisbətən. Bugün tutaq ki, 2 qram mal alan insan 280 manat ödəyirsə, əvvəl məsələn 2 qramına ödəyirdilər 160 manat, 170 manat. Ona görə təsir eləyir. Məhərrəmliyə qalanda təbii ki, məhərrəmlikdə toylar olmadığı üçün o da satışa təsir eləyir. Qızılın qiyməti kəskin qalxıb, onu hər kəs bilir, unsiyası qalxıb. Məhərrəmlik ayında da toy falan olmadığına görə alver nisbətən zəifləyir. Alıcılar isə qiymət artımı səbəbindən istədikləri zinət əşyasını ala bilmədiklərini deyirlər. Bəziləri isə əvvəl baha aldığı qızılı öz dəyərində sata bilmədiyindən gileylənir. Elə verirlər ki, heç belə mümkünatı yoxdur. Yaxın durmalı deyildi. Çox narazıyıq. Bu hara gedir çıxır mən bilmirəm. Bu yazıq toy eləməsin bu cavanlar. Nətər olacaq bunların axırı? Almışam mən onu 2100 manata verə bilmirəm. Çox bahalıdır. Ucuz qiymətə də götürürlər. Elə bir suyu qiymətinə. Alanda da çətinlik çəkirik, verəndə də. Bahadır, çox bahadır. Günü-gündən də qalxır, çox bahalaşır. Yəni bizim kimi insanlar əldə edə bilmirik. İstədiyimizi ala bilmirik. Son illərdə qızıl ən yaxşı investisiya vasitələrindən sayılır. 5 il ərzində qızılın qiyməti 93% artıb. Son bir ay ərzində isə qızılın qiymətində təxminən 2,6% artım müşahidə olunur. İqtisadçı ekspert Xalit Kərimli deyir ki, İran-İsrail müharibəsindən sonra qızılın bahalaşması təbiidir. Çünki müharibə qlobal iqtisadiyyatla bağlı riskləri artırır. Bu zamanda risklərin artması zamanı qızıl investorların təhlükəsizlik yastığı hesab olunur. Yəni risk yüksələndə qızıl qiymətləri artır. Burada da əsas məsələ investorlar qızılın böhran dönəmində öz dəyərini saxlaya biləcəyi ehtimallardır. Çünki valyutalar, müharibələr valyutalara etibarı aşağı salır, valyutaların dəyərinin düşəcəyi gözləntisi yaranır və bu da qızıl qiymətlərini yüksəldir. Ekspert deyir ki, hazırda qızılın qiymətinə təsir edən yalnız İran-İsrail məsələsi deyil. Digər qlobal proseslər də öz rolunu oynayır. Amerika-Çin danışıqları, Amerika-Avropa tarif danışıqları, ticarət danışıqları da qızıl qiymətinin il ərzində dəyişməsinə təsir göstərəcək. Burada eyni zamanda mərkəzi bankların faiz dərəcələri siyasətləri oynayacaq. Əgər faiz dərəcələrinin daha da aşağı salınması aktuallaşarsa, qızıl qiymətinə bu artırıcı təsiri göstərə bilər. İqtisadçılar bildirirlər ki, müharibə kəskinləşər, risklər artarsa, qızılın da qiyməti yenidən artacaq. Hazırda bu qiymətli metalın 1 unsiyası və ya 31,1 qramı $3300 yaxınlaşır. Talih Qarayev, Şəkərnaz Şahəliyeva, İqtisadi Zonu.